إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. أما بعد فأوصيكم بتقوى الله وهي وصية الله للأولين والآخرين ولقد وصينا الذين أوتوا الكتاب من قبلكم وإياكم أن اتقوا الله. İlk öncə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Allah Taala'nın həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir tövsiyəsidir. Buyurur ki, Rəbbimiz, biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Və davam edirik həccin əhkamlarını və keçən dərsdə toxunduq ümrənin əhkamlarına və həmçinin ehramın bəzi əhkamlarına və ehram giyərkən nə icazəlidir və nə icazəli deyil, ona toxunduq və bugün inşallah həcc və onun əhkamları haqqında danışacağıq. Və həccin əhkamlarına girməmişdən qabaq keçən dərs toxunmadıq, ehramı pozan amillərdən bəzilərinə toxunacağıq. Ehramı pozan və ehramda olan insan, ehramını pozan amillər nədir? Bilərəkdən insan əgər, yəni ehrama girdikdən sonra, niyyət etdikdən sonra bilərəkdən dırnağından, saçından və ya bədəninin tükündən nəsə götürərsə, ehramı pozulmuş olar. Və həmçinin sünnədə gəlib ki, eləcə də Peyğəmbər sallallahu aleyhi və səlləmin həccinə nəzər salan, Cəbir radiyallahu anhın həccini oxuyan görər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm ehramda olana qadağan edir ovlamağı, yəni quru heyvanını ovlamaq qadağandır ehramda olan üçün və icazəlidir dəniz heyvanını ovlamaq. Necə ki, Allah Taala da bəzi ayələrdə vurğulayıb bunu. Və həmçinin ehramı pozan amillərdən gəlib ətirlənmək bilərəkdən bədənə və ya ehrama ətir vurmaq və keçən dərs toxunduq ki, ehramdan qabaq, niyyətdən qabaq insan bədəninə ətir vura bilər. Amma artıq niyyət edəndən sonra bədəninə və ya hətta ehram paltarına ətir vura bilməz. Və ehram paltarına həmçinin niyyətdən qabaq da paltarın özünə ətir vurmaq olmaz. Və digər əhkamlar var ki, hansı ki, keçən dərsdə toxunduq onlara təfsilatı ilə, ehramla bağlı və eləcə də ümrə ilə bağlı. Və dedik ki, elə ki, ümrəsini bitirir, ehramından çıxır və oturur Məkkədə gözləyir həcc gününü. Və həcc əhkamları da başlayır Zilhiccə ayının 8-dən. Hansı ki, Zilhiccə ayının 8-i tərviyə günüdür. Yəni, həmin gün insanlar ehrama giyib, həccə təlbiyə edib, Minaya çıxırlar. Və nə üçün həmin gün tərviyə günü adlanır? Çünki o zaman insanlar Minaya çıxanda özləriylə su daşıyırdılar ora. Çünki Minada su yox idi. Ona görə o gün tərviyə günü adlanır. Və elə ki, tərviyə günü gəldi, yəni Zilhiccənin 8-i gəldi, həcc etmək istəyən ümrəsində necə ehrama giribsə, eləcə o əhkamları yenidən həyata keçirir. Yəni, yuyunur, ətirlənir, ehram paltarını giyinir kişilər və dedi ki, qadın üçün xüsusi ehram paltarı yoxdur. Hansı paltardadsa, yəni gündəlik nə paltarı varsa onu giyinir və sonra təlbiyə edir həccə. Deyir ki, ləbbeyk Allahumma həccən və sonra ləbbeyk Allahumma ləbbeyk, ləbbeyk lə şərikə ləkə ləbbeyk, innəl həmdə və ni'mətə ləkə vəl mulk lə şərikə lək, təlbiyə edərək minaya doğru istiqamət götürür, yönəlir. Və kim ki, yaxınlarından vəfat etmiş kiminsə yerinə və ya yaxınlarından kimsə həcc edə bilmirsə, şikəstsə, necə ki, dedik ki, hədislərdə gəlib ki, miniyin tərkində dura bilməyən atası üçün səhabə qadın Peyğəmbər sallallahu aleyhi və səlləmlə soruşur, edə bilər onun əvəzinə, yoxsa yox, Peyğəmbər sallallahu aleyhi və səlləm əmr edir ki, etsin. Yəni, onun əvəzinə həcc etsin və kimsə öz yaxınlarından kimsə yerinə edəcəksə, sözsüz ki, öz yerinə əgər həcc edibsə, onda tərbiyəsində həmin şəxsin adını çəkir. Daha doğrusu, ibadəti dilinə gətirəndə deyəndə ki, ləbbeyk Allahumma həccən, deyir ki, ən
Əhməd, ən Muhammed bu şəkildə niyyət edir və ehramına girir. Və ehrama da həccə insan olduğu yerindən girir. Məkkədə hardadsa, yəni oteldədirsə və ya Məkkə əhli məsələn evlərindədirsə, evlərindən həccə təlbiyə edib Minaya doğru istiqamət götürürlər. Yəni Minaya çıxırlar. Ehtiyac yoxdur çıxasan, yəni miqata. Hardasansa oradan niyyətlənirsən. Sonra Minaya gedirsən və Minada sünnədir ki, zöhr namazını Minada qılasan. Zöhr namazını Minada qılasan, qısaldılmış, lakin əsrə birləşdirmirsən. Və həmin gecə Minada gecələyirsən, 8-ci gecə və digər namazları da, 5 namazı da orada qılırsan, yəni əsri, məğribi, zöhrü, əsri, məğribi, işanı və 9-cu günün fəcr namazı da Minada qılınır və namazlar dediyimiz kimi səfərdə olduğunuz üçün qısaldılır, lakin birləşdirilmir. Hər namaz öz vaxtında qılınır. Və sonra elə ki, günəş çıxdı 9-cu gün və həmin gün Ərəfa günü adlanır. Zilhiccənin 9-u Ərəfa günüdür, hansı ki, həcc də o gündür. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub ki, həcc Ərəfadır. Yəni, kimsə həccə gəldisə Ərəfada və ya Ərəfa adlanan yerdə dayanmayıbsa, onun həcci yoxdur. Və rukundur. Dedi ki, həccin rukunlarındandır. Elə ki, günəş çıxdı Ərəfaya doğru istiqamət götürür və yolda gedərkən təlbiyə edir, təkbir edir. Bütün bunlar Peyğəmbər sallallahu aleyhi və səlləmdən, həmçinin səhabələrindən sabitdir və Peyğəmbər sallallahu aleyhi və səlləmlə həcc edəndə səhabələr təlbiyə edirdilər və dedilər ki, təlbiyə edirdik, bizə inkar edən olmurdu, təkbir edirdik, bizə inkar edən olmurdu. Hamısı icazəlidir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm Ərəfaya doğru gələndə Nəmir adlanan yerdə dayanıb. Hansı ki, yaxındır Ərəfaya. Ərəfanın, belə deyək, sərhədlərinə yaxın bir yerdədir. Lakin Ərəfadan sayılmır o. Və Peyğəmbər sallallahu aleyhi və səlləm orada dayanıb və onun üçün çadır qurulub, kölgələnib, dayanıb orada. Elə ki, günəş zeniti keçib, yəni günəş ortadan meyl edəndən sonra, zenitdən meyl edəndən sonra Peyğəmbər sallallahu aleyhi və səlləm Uranə adlanan vadiyə girib. Hansı ki, o Uranə adlanan vadi Ərəfaya yaxın bir yerdir. İndi həmin yerdə məscid var. Bəzisi düşür Ərəfaya, bəzisi düşmür Ərəfaya. Lakin zəvvalların əksəriyyəti o yerə gedib çatmır. Çünki Ərəfa böyükdür, ərazidir və paylanılır çadırlar dövlətlər üçün. Ayrı elə dövlətlər var ki, o yerdən biraz uzaq düşür. Lakin Ərəfa hamısı dayanacaqdır. Gələcək hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm dayanıb Ərəfada deyib ki, mən burada dayandım, Ərəfa hamısı dayanacaqdır. Harada dayansa, lakin bir şərtlə ki, Ərəfanın sərhədləri çərçivəsində olsun, içərisində olsun ki, Ərəfada dayanmış sayılasan. Və Peyğəmbər sallallahu aleyhi və səlləm elə ki, günəş zeniti keçəndən sonra Uran adlanan vadiyə gəlib və orada xütbə verib insanlara. Muizə edib, məşhur vida xütbəsini Peyğəmbər sallallahu aleyhi və səlləm orada verib. Ərəfada. Bəli, Ərəfada, yəni Ərəfaya girməmişdən qabaq, yəni günəş zeniti keçəndən sonra. Sonra elə ki, zöhr namazının vaxtı girib, Peyğəmbər sallallahu aleyhi və səlləm zöhrü və əsri insanlara orada qısaldıb. Cəm edib namazları və həmçinin də qısaldıb. Bir azanla, 2 iqamə ilə. Və onlar arasında heç bir başqa namaz qılmayıb. Yəni nəsə bir nafilə namaz qılmayıb. Və kim cəmaatla qıla bilməsə bu namazı, tək də qıla bilər. Tək də qıla bilər. Yəni zöhr namazını qılır, azan verir, zöhr namazını qılır. Sonra azan verir, iqamə verir, zöhr namazını qılır. Sonra iqamə verir, əsr namazını qılır. Elə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm namazını qılıb qurtarandan sonra gəlib indi Rəhmət dağı deyilən yeri var. Orada böyük daşların, qayaların yanında dayanıb, minini yönəldib qibləyə tərəf və əllərini qaldırıb Peyğəmbər sallallahu aleyhi və səlləm dua edib. Və o yerdə dayananda deyib ki, mən burada dayandım və Ərəfə hamısı dayanacaqdır. Və sonra əllərini qaldırıb Peyğəmbər sallallahu aleyhi və səlləm və dua edib ta ki gün batana qədər. Və insan o Ərəfada istər o yeri olsun, istər Ərəfanın digər ərazisi dayandıqda
necə Peyğəmbər sallallahu aleyhi və səlləm edib, o vaxtı elə keçirmək onun üçün daha əfzəldir ki, duada keçirsin. Dua etsin, təkbir etsin, təlbiyə etsin. Çünki sabitdir Peyğəmbər sallallahu aleyhi və səlləmlə, necə ki, Usama ibn Zeyd radiyallahu anh deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin mininin tərkində idim Ərafada və əllərini qaldırıb dua edirdi və dəvəsi onu biraz meyl etdirdi, yəni tərpətdi, çiynindəki, əlindəki üzəngisi düşdü əlindən. Peyğəmbər sallallahu aleyhi və səlləmin əlindəki üzəngisi əlindən düşdü və bir əli ilə onu qaldırmağa çalışdı və qaldırdı, digər əli hələ də yuxarıda dua edirdi. Yəni, hətta o anda belə dua etməkdən dayanmadı sallallahu aleyhi və səlləm. Və ən xüsusi dua yoxdur Ərafada. Xüsusi dua yoxdur Ərafada və ən əfsəl dua həmin gün, necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurub, ən əfsəl mən və məndən əvvəlki Peyğəmbərlərin dediyi Ərafada La ilahə illallah, vəhdəhu la şərikə ləh, ləhul mulku və ləhul həmdu və huvə alə kulli şeyin qadir. Bu zikri deməkdir, hansı ki, tohiddir, əvvəlindən axırına kimi. Eləcə də təlbiyə edə bilər, təkbir edə bilər, hamısı icazəlidir. Və istəsə bəzən təlbiyəsində artıra da bilər. Necə ki, səhabə artırırdılar, İnnəməl xeyru xeyrul əxirə. İnnəməl xeyru xeyrul əxirə, səhabələr artırırdılar. Və sünnə odur ki, Ərafada dayananda insan oruclu olmasın. Ne üçün bunu deyirik? Çünki Ərafa gününün orucu var. Hansı ki, həcdə olanlara aid deyil o. Həcdə olanlara aid deyil. Hansı ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Ərafa gününün orucu haqda deyib ki, bir il qabaqki və bir il sonraki günahları bağışlayır. Yəni, bir il qabaqki və bir il sonraki günahların bağışlanması üçün səbəbdir. Və gəlib ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Ərafa gününün orucu haqda deyir ki, ümid edirəm ki, Allah Teala onunla bir il qabaqki və bir il sonraki günahları bağışlayar. Və səhabələr Peyğəmbər sallallahu aleyhi və səlləmin Ərafa gününün oruclu olub olmamasında ixtilaf edirlər, şəkkə düşürlər və ondan birbaşa soruşmurlar. Lakin onun həqiqətən oruclu olub olmamağını yoxlamaq üçün Ummu Fadıl bintil Haris radiyallahu anhə Peyğəmbər sallallahu aleyhi və səlləmə süd göndərir Ərafa günü. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də mininin üzərində olur. Bir qədəhdə süd göndərir və bilsinlər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm içəcək onu, yoxsa yox. Evet. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də o qədəhi götürüb içir. Ümumən Ərafa günü fəziləti haqda çoxlu dəlillər gəlib. Və bəhs edir ki, həc Ərafa günüdür. Və gəlib ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin yanında olan səhabələrdən biri hətta vəfat edib Ərafa günündə. Dəvəsi onu sirkələyir və yıxılır, səhabənin boynu sınır və Peyğəmbər sallallahu aleyhi və səlləm əmr edir, yəni o demək deyil, yəni Peyğəmbər sallallahu aleyhi və səlləm Ərafada dayananda ancaq sırf dua ilə məşğul olub. Yəni bu hədis işarə edir ki, səhabələrin əhvalını da maraqlanırdı sallallahu aleyhi və səlləm. Peyğəmbər sallallahu aleyhi və səlləm o səhabənin dəfni ilə maraqlanır və deyir ki, onu yuyun su ilə, sidirlə və onu öz iki o paltarında kəfənləyin. Hansı ki, ehram paltarıdır o. Əynindəki o ehram paltarı və deyir ki, ona ətir vurmayın və üzünü bağlamayın və başını bağlamayın. Və sonra sallallahu aleyhi və səlləm deyir ki, o qiyamət günü təlbiyə edərək qalxacaq. Yəni, qiyamət günü Allah Teala həşr edəndə onu təlbiyə edərək qalxacaq. Necə ki, İmam Nəsai rəvayət edib. Və gəlib Ərəfa günü haqda Allah Teala'nın ən çox qul azad etdiyi gün Ərəfa günüdür. Ərəfa günü Allah Teala'nın oddan ən çox qul azad etdiyi Ərəfa günüdür. Və gəlib ki, o gün kimi başqa gün yoxdur. Hansı ki, o günlərdə Allah Teala bu qədər çox qul azad etməyib. Və həmin rəvayətdə gəlir ki, Allah Teala həmin gün yaxınlaşar bəndələrinə və bəzi rəvayətlərdə gələr ki, mələklərin qabağında öyünər o bəndələri ilə, orada toplanan bəndələri ilə. Deyər ki, budur, saçları dağınıq, toz içində gəliblər. Və bəzi rəvayətlərdə gəlib ki, səma əhlinə Allah Teala öz bəndələri ilə öyünər, səma əhlinin qabağında, yəni mələklərin qabağında. Və deyər ki, baxın bəndələrim gəlib, saçları dağınıq, toz içində.
Ya deyər ki, nə istəyir onlar? Nə istəyir onlar? Alimlər deyirlər ki, Allah Taala'nın mələkləri ilə, mələklərin yanında bu bəndələri ilə öyünməsi dəlildir ki, Allah Taala orada yığışan insanları bağışlayıb. Çünki Allah Taala günahkar bəndələrlə öyünməz, fərəhlənməz, fəxr etməz. Və dedi ki, Ərafada dayanmaq gün batana kimidir. Gün batana kimidir və keçən dərsdə dedi ki, bu vaciblərdəndir. Və elə ki, günəş batdı, Ərafadan çıxıb Peyğəmbər sallallahu aleyhi və səlləm Müzdəlifəyə gedib. Və gedəndə də sakit gedib, rahat, təmkinlə, insanlara izdiham etmədən, istər maşında olsun, istər minikdə olsun, sürətlə getmək mümkün olduğunda sürətlə gedirsən. Lakin əgər izdihamdırsa, sakit, təmkinlə Müzdəlifəyə doğru hərəkət edirsən. Və elə ki, Müzdəlifəyə çatdın, Peyğəmbər s.ə.v-in etdiyi kimi, Müzdəlifəyə çatan kimi Peyğəmbər s.ə.v məğrib namazını orada qılıb, 3 rükət. Sonra iqamə verilib, işə namazını da 2 rükət qılıb, yəni cəm edib, məğriblə nişanı. Ora çatdığında məğriblə nişanı cəm edib, məğribi 3 qılıb, sonra iqamə verilib, işə namazı qılınıb. Yəni bir azan 2 iqamə ilə, necə ki, zöhr, əsr namazını etdiyi kimi. Əgər istəsə, ehtiyac varsa, zərurət varsa, işanı məğribdən ayıra bilər. Bir də Səyid qardaş, o Arafa günü burada soruşurlar, yəni oruç tutma məsələsini. Yəni, Arafa günü həcdə olanlara aid deyil. Dedik axı ki, orada olan zəvvarlara aid deyil o oruç. Ona görə Peyğəmbər sallallahu əleyhi və səlləm içib göstərib ki, oruc olmayıb Arafa günü. Burada olanlar oruç tutacaq. Burada olanlar oruç tutacaq, bəli. Və sünnədəndir ki, elə ki, məğrib işanı qıldın, yatasan. Ta fəcrə kimi. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm edib. Və məğriblə işə arasında və ondan sonra Şeyx Albani deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm heç nə qılmayıb. Yəni, fəcrə kimi yatıb. Ona görə ixtilaf ediblər. Yəni, Müzdəlifədə vitr namazı qılınır, yoxsa yox. Çünki gəlib bəzi hədislərdə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm vitri heç vaxt tərk eləməyib. Vitri heç vaxt tərk eləməyib. Lakin bu hədisdə, Cəbir radiyallahu anh hədisində Peyğəmbər sallallahu aleyhi və səlləm məğrib işanı qılandan sonra yatıb. Və dedi ki, cəm edə bilər məğribi işa ilə və ehtiyac varsa, məğribi əvvəl qılıb, sonra işanı qıla bilər. Məsələn, gəlib ki, bəzi rəvayətlərdə Peyğəmbər s.ə.v məğribi qılıb, dəvələrini otuzdurmamışdan qabaq, yəni dəvələri rahatlamamışdan qabaq minikləri. Sonra dəvələri rahatlayıblar, sonra işanı qılıb. Bəzi rəvayətlərdə gəlib bu. Və sonra yatıb. Cəbir radiyallahu anh hədisinə gəlir. Lakin başqa bir rəvayətdə gəlir ki, İbn Abbası Peyğəmbər s.ə.v gecə yarısı və gecə yarısını keçəndən sonra xəstə və zəiflərlə və qadınlarla göndərib Minaya, Müzdəlifədən. Ona görə icazəlidir, yəni xəstə olan, zəif olan və qadınlar gecə yarısı, yəni Müzdəlifədə qalandan sonra, Müzdəlifənin əksər hissəsini gecəni qalandan sonra Minaya çıxa bilərlər, göndərilə bilərlər. Peyğəmbər s.ə.v İbn Abbası göndərib. Və deyirlər ki, alimlər həmin hədisdə gəlir ki, Peyğəmbər s.ə.v oyaq idi. Çünki İbn Abbas deyir ki, mənim baldırıma vurur. Dedi ki, ey oğlum, daşı Cəmaratul Əqabəni daşlamayın, fəcr namazını qılmamış. Yəni, fəcr namazını qılın, sonra, yəni günəş çıxandan sonra daşı atın. Alimlər deyirlər ki, Cəbir radiyallahu anh görməyib Peyğəmbər sallallahu aleyhi və səlləmin qalxmağını və ehtimal olunur ki, qalxıb qılıb bitiri. Ona görə ixtilafdır. Və Şeyx Albani deyir ki, yatırsanız fəcrə kimi, yəni nə işadan qabaq, məğriblə işə arası, nə işadan sonra heç nə qılmırsan. Və Müzdəlifənin hər yeri dayanacaqdır. Müzdəlifə də böyük bir ərazidir və çöllük ərazidir. Görəcəksiniz, inşallah kim getsə, Allah da onlara nəsib etsə. Və harada dayansa, insan caizdir. Yəni Müzdəlifənin ərazisi olsun. Və görəcəksiniz, Müzdəlifənin sərhədlərini bəlli edən nişanələr var. Elə ki, gecələdi və səhərə yaxın fəcr namazını qıldı. Fəcr namazından sonra Peyğəmbər sallallahu aleyhi və səlləm dayanıb günəş çıxana qədər dua edib. Məş'əril Haram deyilən yerdə. Yəni, insan Müzdəlifədə Şeyx Albani buyurur ki, mütləq fəcr namazını qılmalıdır.
mütləq fəcr namazını qılmalıdır. İstisnadır zəiflər, qadınlar, hansı ki onlara icazəlidir gecənin yarısından çıxsınlar və Minaya getsinlər. Lakin kim ki sağlamdır, cavandır, zəif deyil, onlar Müzdəlifənin, yəni fəcr namazını Müzdəlifədə qılmalıdırlar. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm fəcri orada qılıb və elə ki fəcri qılandan sonra Məş'əril Haram deyilən yerə gedib. Və Məş'əril Haram deyilən yerdə Müzdəlifədə bir yerdir. Peyğəmbər sallallahu aleyhi və səlləm orada dayanıb dua edib. Və orada insan dayanıb Allah'a həmd edə bilər, təkbir edə bilər, təhlil edə bilər, təlbiyə edə bilər. Ta ki hava işıqlanana qədər. Yəni saraltı, günəşin çıxmağını görənə qədər. Və elə ki günəş çıxdı, yenə sakit, təmkinlə, tələsmədən Minaya doğru hərəkət edir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm belə edib. Və Məş'əril Haram deyilən yerdə dayanıb dua etməsi o demək deyil, mütləq ora getməlisən. Müzdəlifənin hər yeri dayanacaqdır. Harada dayandın, orada dua edə bilərsən. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm çıxıb oradan Minaya gedib. Və yolda Müzdəlifə ilə Mina arasında Muhassir deyilən vadi var. Orada Peyğəmbər sallallahu aleyhi və səlləm sürətlə keçib oranı. Və deyirlər ki, nə üçün sürətlə keçib? O yerə bəla gəlib. Allah Teala Əbrahanı, filləri ilə o yerdə məhv edib deyə, ora bəla gəlib deyə Peyğəmbər sallallahu aleyhi və səlləm oranı sürətlə keçib. O yer Minadan sayılır əslində. Və elə ki Cəmratul Əqabaya gedən yola düşdü, elə daşları da oradan yığır Minadan. Ehtiyac yoxdur ondan qabaq Müzdəlifədə dağlardan, daşlardan və ya Ərafadan daş yığıb özündən daşıyasan ki, yəni 10-cu günün əməlini mütləq oradan götürməlisən daşı. Yox. Həmin günün daşlarını, yəni 10-cu günün daşını Minadan götürürsən. Burada bir dənə də şey deyin ki, bəziləri var hansı ki, gözü götürməyəndə deyirlər ki, orada daşları pulla satılacaq. Yox, orada daşlar doludur. Yəni qaya, dağ, daş, hər yer daşdır. Yəni insan heç kim yəni ki gedib o daşa pul verməz. Və ehtiyac yoxdur daşları yumaqda. Və daşların həcmini də Peyğəmbər sallallahu aleyhi və səlləm göstərib. Göstərib ki, noxud dənəsindən boyda və ya fındıq dənəsi boyda balaca bir daşlardır. Və hansı ki Hazal xasf deyilir. Yəni o uşaqlar sapanla atanda o boyda daşlarla atırlar adətən. O daşların həcmində deyib Peyğəmbər sallallahu aleyhi və səlləm və gətirəndə səhabə Peyğəmbər sallallahu aleyhi və səlləmə daşları göstərəndə seçir o daşı təqribən dediyimiz kimi noxud dənəsi boyda və ya ondan biraz böyük və ya fındıq dənəsi boyda və deyir ki, bimitli hədə fərmu. Yəni bunun kimisini atın. Bunun kimisini atın. Yəni hətta onda da həddi aşmaq olmaz. Çünki görəcəksiniz ki, bəziləri görsən ki, ayaqqabı atırlar, taxta atırlar, böyük daşlar atırlar. Hansı ki, səbəbdir başqa zəvvallara dəysin, onlara xəsarət yetirsin. Və sünnədə gəlməyib. Sünnədə gəlib ki, 7 kiçik daş. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm elə atıb 10-cu günün daşını. Və daşı atanda da, atmamışdan qabaq, Cəmratul Əqabaya yaxınlaşırsan. Və üzü Cəmratul Əqabaya tutursan və Məkkəni sol tərəfə edirsən. Yəni Məkkə sol tərəfində olur, Mina sağ tərəfində və 7 dəfə daşı atırsan. Hər daşı attığında da təkbir deyirsən. Və sünnədir ki, hər daşı atanda təkbiri deyəsən. Allahu Akbar deyəsən. Və təlbiyəni də ən sonuncu daşı atanda dayandırırsan. Həccin təlbiyəsi. Ləbbeyk Allahumma ləbbeyk. Ləbbeyk lə şərikə ləkə ləbbeyk. İnnəl həmdə və ni'mətə ləkə vəl-mulk. Lə şərikə lək. Nə vaxt kəsilir təlbiyə? Zilhiccənin onu, bayram günü Cəmratul Əqaba, yəni insanlar onu böyük şeytan kimi dillərində gəzir. Onu daşlayanda sonuncu daşda artıq tərbiyəni saxlayırsan. Amma ümrədə Məkkənin evlərini görəndə saxlayırsan. Belə ki, daşı atdın, qurtardın, sonra başqa əhkamlar gəlir artıq. Və həmin günün daşın atılması dedik ki, günəş çıxandan sonradır. Və hətta zəiflər, qadınlar da gözləməlidirlər günəşin çıxmağını. Müzdəlifədən tez gəlsələr belə sübh namazından qabaq, hələ hava açılmamış daşı ata bilməzlər. Daşı atmaq başqa bir şeydir, yəni Müzdəlifədən rüxsətlə çıxmaq başqa bir şeydir.
Əgər ehtiyac varsa zavaldan qabaq da ata bilərlər və zavaldan sonra da, hətta zərurət olsa gecəyə də saxlaya bilərlər daşın atılmasını. Lakin əksər hallarda görürsən ki, zavala kimi artıq daş atmaq bitir, insanlar qurtarır o əməldən. Elə ki, qurtardı Cəmal Atilla qabanı daşlamaqdan sonra ehramından ilk təhəllül olur. Yəni ehramından ilk çıxışı olur. Yəni ehramdan qabaq nə halal idisə ona, ehramda haram olmuşdu. Ehramdan sonra o şeylər ona halal olur artıq. Yalnız qadınlardan başqa. Yəni ehramda olarkən bunu da vurğulayım ki, qadınla yaxınlıq etmək olmaz. Ehramda olana qadınla yaxınlıq etmək qadağadır. Ta ki ehramdan çıxandan sonra. Və daşı atandan sonra birinci təhəllül sayılır. Yəni birinci halallaşma, hansı ki ehramdan çıxma sayılır. Artıq sənə halal olur, dırnağı tuta bilərsən, saçından götürə bilərsən, ətirlənə bilərsən. Lakin qadınlarla hələ yaxınlıq etmək olmaz. Qadınlarla yaxınlıq etməyin halal olması ziyarət tavafını edəndən sonra olacaq. Ona görə də elə ki daşı atdın, birinci ehramından çıxırsan. Qalır sənə nə? Həmin Zilhiccənin onun digər əhkamları, hansı ki 4 əməl edəcəksən həmin gün. Daş atmaq, qurban kəsmək, saçı qırxdırmaq və Kəbəni tavaf etmək. Lakin Şeyx Albani burada bir məsələyə toxunur ki, həmin gün, yəni Zilhiccənin onu ziyarət tavafı gün batana kimi olmalıdır. Və hədis gətirir, Peyğəmbər sallallahu aleyhi və səlləmdən deyir ki, sizin üçün bu gün icazə verilib. Əgər cəmaranı, yəni böyük şeytanı daşlasaz, ehramdan çıxırsınız, hər şey sizə halal olur, yalnız qadınlardan başqa və elə ki, axşamladınız və bu evi tavaf edə bilmədiniz, yenə qayıdıb ehramı giyinməlisiniz. Və bu hədisi əksər alimlər zəifləşdirib. Lakin Şeyx Albani deyir ki, mən də elə zənn edirdim ki, zəifdir. Sonradan hədisin bəzi rəvayətlərinə baxdım, hansı ki, o rəvayətlər nəql olunan kitab əksər alimlər üçün çətin tapılacaq bir mənbə olduğu üçün və Şeyx deyir ki, İmam Təhavinin kitabıdır, hansı ki, əksər Şərhül Məanidir adı həmin o kitabın. Əksər alimlər hansı ki, bu hədisin zəifliyinə işarə edib, onlar bu rəvayətləri görməyiblər. Lakin hədis sabitdir, səhihdir və deyir ki, Şeyx, Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisi sabitdirsə, onu götürürük. Baxmırıq, yəni fəqihlər nə deyiblər bu hədis haqda, demələri ki, birinci dəfə eşitmişik, bundan əvvəl heç bir fəqih bu haqda heç nə deməyib. Çünki əksər alimlər deyirlər ki, yəni artıq çatdırmasan da məğribə kimi ziyarət tavafını məğribdən sonra etsən də ehtiyac yoxdur ehrama girməyə. Lakin bu hədis dəlalət edir ki, əgər insan çalışmalıdır ki, Zilhiccənin onu gün batana qədər ziyarət tavafını edib qutarsın, çalışsın, edib qutarsın. Sonra şeyx deyir ki, belə ki, daşı atdı, qurtardı, qurbanını kəsməlidir. Və gəlir qurbankaha və Mina hər yeri qurbankahdır. Və yaxşıdır ki, Minada kəssin insan. Və Minanın ərazisində qurban kəsilən yer var. Və sünnə budur. Lakin icazəlidir Minanın digər yerlərində və həmçinin Məkkənin ərazisində, haramın ərazisində heyvanını kəsə bilər. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, mən burada kəsdim qurbanımı, daş atan yerdən biraz aralıda, lakin Mina hamısı qurban kəsilən yerdir. Və sonra deyir ki, Məkkənin hər bir yolu çıxış yeridir, yəni çıxmaq üçün yoldur və həmçinin qurbankahdır. Və deyir ki, hətta olduğunuz yerdə heyvanlarınızı kəsin. Hətta olduğunuz yerdə heyvanlarınızı kəsin. Bu da asanlıqdır. Bu dində insanlar üçün asanlıqdandır. Asanlaşdırılıb ki, insanlara məşəqqət olmasın. Hətta heyvanlarını hardadılarsa orada kəsə bilərlər. Lakin görəcəksiniz, əksər zəvvarlar ihələ edir, yəni özləri kəsmir. Yəni ödəyirlər heyvanın qiymətini o müəssisə ki, hansı ki o işlə məşğuldur. Ödəyirlər və çeklərini alırlar. İstəyəndə gedib ətlərini də götürə bilirlər. Qiyməti neçədir müsəviyə qədər? Bundan əvvəlki illərdə ucuz idi. Hardasa 120, 130, 150 dollar. Son illərdə hardasa 850, 230, 250 dollar arası qədər dəyişir.
Bir də deyirlər ki, onun ətini nə bilim dövlət yeyir orada, heç kəs. Yox, əksinə, yəni istəyən dedim ki, istəyən gedib öz ətindən götürə bilər və nə qalırsa paylanır kasıb dövlətlərə. Çünki hər kəsən istədiyi kimi öz heyvanını binanın hər yerində kəssəydi, görərdin ki, çoxları əti atıb gedirlər. Bəziləri edir elə. Məsələn, əti alır, heyvanı alır, kəsir, bilmir əti kimə versin. Atır və ya dərisini tökür yollara, zibilləyir, məsəl üçün binanın ərazisini, Məkkənin ərazisini. Lakin bu asanlıqdır, hansı ki, insan ödəyir və bilir ki, onun əvəzinə kəsəcəklər. Digər əhkamları rahatlıqla yerinə yetirə bilir. Və kim istəyirsə sünnəyə müvafiq olsun, özü öz əli ilə kəssin. Çünki özün öz əli ilə kəsmək sünnədir. Daşını atandan sonra düzdür, vaxt alacaq, gedib minada, qurbangahda öz qurbanını kəsə bilər. Və əgər dedik, bacarırsa, özü öz əli ilə kəssin. Və sünnədir ki, o kəsdiyindən yesin. Kəsdiyindən nəsə yesin. Və kəsməyin də forması gəlib sünnədə. Necə ki, adi qaydada, yəni heyvanı sol tərəfi üzərində uzadıb, ayağını onun sağ tərəfinə qoyub, o şəkildə kəsirsən. Amma dəvə ayaq üstə kəsilir. Dəvə ayaq üstə kəsilir, yəni boğazın aşağı hissəsindən şah damarı kəsilir və dəvə daha rahat yıxılır. Nəinki, yəni canı daha rahat çıxır, nəinki qoyun. Və sünnədir ki, kəsəndə deyəsən Bismillah və Allahu Akbar, Allahumma innə həzə minkə və lək, Allahumma təqabbəl minni. Bu duanı demək sünnədir. Və qurbanı kəsmə günü 4 gündür. Qurbanı kəsmə günü 4 gündür. 4 gün hansı ki bayram günləri sayılır. Bayram günü, Zilhiccənin 10-u və digər 3 gün təşrik günləri deyilir, daş atma günləri. Eləcə istər həcdə olan olsun, istər burada olan olsun insanlar 4 gün qurbanlarını kəsə bilərlər. Və deyir ki, sünnədə özü yesin və istəsə özü ilə öz ölkəsinə də apara bilər o ətdən. Yəni bu da sünnədir. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm etmişdi. Həmçinin kasıblara da, ehtiyat sahiblərinə də verə bilər və sabitdir bu Peyğəmbər sallallahu aleyhi və səlləmlə. Və icazəlidir 7 nəfər dəvədə və ya inəkdə şərik olsunlar. Yəni qoyunu hər adam bir qoyun kəsir, 7 nəfər icazəli dəvədə şərik olurlar və ya inəkdə şərik olsunlar. Və kim heyvan kəsə bilmirsə, yəni təməttü həccə edib, yəni heyvan almağa pulu yoxdursa, onda 7 gün, daha doğrusu oruç tutacaq. 3 gün həcc günlərində, 7 gün qaydandan sonra. Yəni qurban kəsə bilməyən insan. Kəsə bilməyən 10 gün oruç tutacaq. 3 gün həcc günlərində, hansı ki daşatma günləridir o, icazəlidir o günlərdə tutasan. Ayşə radiyallahu anh'ın hədisinə görə və İbn Ömər radiyallahu anh'ın hədisinə görə və 7 gün qaydandan sonra, yəni həcdən qaydandan sonra evdə tutacaqsan. Ona görə hədisdə gəlir ki, əyyam-ı təşrik icazəli deyil oruç tutmaq. Çünki təşrik günləri yemək, içmək, Allah'ı zikr etmək günləridir. Ayşə radiyallahu hədisi və İbn Ömər radiyallahu hədisi dəvət edir ki, icazəlidir yalnız kim oruç tutmaq, kim heyvan tapmayıb kəsməyə. Tapmayıb, yəni imkanı olmayıb kəsməyə. Və sonra başını qırxacaq və ya qısaldacaq və istəsə başını qırxıb saqqalını qısalda bilər. Bu, yəni kişilərə aiddir. Çünki və qırxmaq daha əfsəldir. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyir? Deyir, Allahım rəhmət et başını qırxanlara. Deyirlər ki, qısaldanlara da ya Rasulallah. Deyir ki, Allahım rəhmət et başını qırxanlara. 3 kərə başını qırxanlar üçün rəhmət istəyib Allah Taala'dan. Və sonuncuda deyib ki, qısaldanlara da. Ona görə icazəlidir həm qısaltmaq, həm qırxmaq. Və sünnə odur ki, qırxanda başı, qırxmağa başlayanda birinci sağ tərəfdən başlasın. Necə ki, Ənəs radiyallahu anh'ın hədisində sabitdir. Və saçın qırxılması xasdır kişilərə. Qadınlar isə saçlarını qırxmırlar, qısaldırlar. Necə? Saçlarını toplayıb uzundan biraz götürməklə. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, qadınlar üçün saç qırxılmır, qadınlar yalnız saçlarını qısaldırlar, saçlarını cəm edib ucundan bir buğum, yəni biraz götürürlər. Və sünnədə gəlib ki, elə ki, qurban kəsildi, insanları kim gətiribsə həccə, imam və ya
rəhbər. Sünnədir ki, insanlara xütbə versin, moizə versin orada. Lakin hal-hazırki dövrlərdə edilmir bu. Çünki izdiham yaranır, insanların sayı çox olduğu üçün bu əməl edilmir. İnsanlar elə ki, yəni saçlarını, heyvanlarını kəsdilər, saçlarını qırxdılar, artıq çıxıb yönəlirlər Kəbəyə doğru ziyarət tavafını etməyə. Elə ki, bu əməli etdi, yəni insan heyvanını kəsdi, daşa atdı, heyvanını kəsdi, saçını qırxdı, sonra Kəbəyə doğru yönəlir. Yəni ziyarət tavafını yerinə yetirmək üçün. Və Kəbəyə gəldiyində də Kəbəni 7 dəfə tavaf edir. Lakin çiynini açmır. Bu dəfə çiynini açmır. Çünki paltarını dəyişir gəlir. Paltarını gəlir. Hətta ehramda gəlsə belə, paltarını dəyişməsə belə, yəni elə ki, saçı qırxdı insan və ya daşa atdı, artıq dedi ki, birinci, o əməldən birini etdisə, artıq ehramından çıxmış sayılır. Hər şey halal olur qadınlardan başqa. Paltarını geyinib, ətirlənib, Kəbəyə gedəndə o paltarda gedə bilər. Amma insan var ki, tez çatmaq üçün bu əməlləri yerinə yetirmək üçün görürsən ki, ehramını dəyişmədən gəlir. Ehramlı olsa belə çiynini açmır, sürətli addımlarla qaçmır bu tavafda. Yəni ziyarət tavafı nə edir? Kəbəni 7 dəfə dövrə vurur. Qaradaşdan başlayır, Qaradaşda qurtarır, necə ki ümrəsində edib. Eyni şəkildə Bismillah, Allah Akbar edib başlayır. Digər dövrlərdə Qaradaşa çatanda Allah Akbar deyir. Bəli, saat əqrəbin əksinə. Rukun, Yəmən küncündən Qaradaşa kimi Rabbənə ətinə fid-dunya həsənə və fil-əxirəti həsənə və qinə əzabən nar bu duanı deyərək davam edir və Kəbəni 7 dəfə dövrə vurub qurtarır. Sonra keçib İbrahim məqamı arxasında 2 rükət namaz qılır və bu da sünnədir. Hər 7 dövrə vurandan sonra 2 rükət qılmaq sünnədəndir. Ona görə gəlib İbn Ömər radiyallahu anh hədisindən deyir ki, hər 7-yə 2 rükət var. Yəni hər 7 dövrəyə 2 rükət var. Sonra isə gedir Səfa Mərvə arasında səy edir. Necə ki, ümrədə edib. Təməttü həcci edən Səfa Mərvə arasında gedib səy edir. Amma qiran həcci edən və ifrad həcci edən ona ehtiyac yoxdur Səfa Mərvə arasında səy etməyə, əgər ümrəsində edibsə. Əgər ümrədə Səfa Mərvə arasında səy edibsə, bu onun ziyarət tavafının səyi və ziyarət tavafının səyidir. Elə ki, ziyarət tavafını qurtardı, artıq ona səy etməyə ehtiyac yoxdur. Lakin təməttü edənlər Səfa Mərvə arasında yenə eyni şəkildə 7 dəfə gedib gəlir və qalxanda o zikirlər, o dualar hansı ki demişdik, onları edir, yaşıl əlamətlər arasında qaçır. Beləcə bu tavafı edəndən sonra hər şey ona halal olur insana. Yəni ehramından çıxır, hətta qadınlar da. Və gəlib bəzi rəvayətlərdə ki, zöhrü Məkkədə qılır. Lakin İbn Ömərin rəvayətində gəlir ki, Peyğəmbər s.ə.v zöhrü Minada qılıb. Alimlər deyirlər ki, ehtimaldır ki, zöhrü həm Məkkədə, həm Minada qılıb. Birinci fərz kimi yazılıb ona, ikinci qayıdıb Minada qalan insanlara da qıldırıb nafilə kimi olub. Və sünnədir ki, gəlsin zəmzəm içsin. Səfa Mərvədə səy edəndən sonra. Zəmzəmdən də içə bilər, lakin başına tökmür. Gəlməyib. Şeyh zikr etmir ki, yəni başına tökür. Sünnədir ki, yəni Səfa Mərvədən sonra, səy edəndən sonra zəmzəm içsin. Lakin Səfa Mərvəyə çıxmamışdan qabaq da içsə, icazəlidir. Sonra qayıdır Minaya və Minada gecələyir o 3 günü. Əyyam-ı təşriq deyilən günlər, hansı ki, 11, 12, 13. Zilhiccənin 11-i, 12-si, 13-üdür. Və həmin günlərin əməlləri nədir? Daşlamaqdır. Kiçik cəməranı, orta və böyüyü. İnsanlar dediyi kimi, kiçik şeydən orta, böyüyü, amma sünnədə sabit deyil adının belə olması. Və daşlama vaxtı da günəş zeniti keçəndən sonradır. Və hər birini də 7 daşla daşlayacaq. Və ehtiyac yoxdur daşı xas bir yerdən yığasan həmin gün üçün, günlər üçün. Hardan tapdınsa, yığdınsa, o daşlarla daşlaya bilərsən. Və başlayır Cəmaratül Ulədən, yəni kiçik cəmaradan yaxınlaşır dediyimiz kimi. Yenə Məkkəni soluna salır, Minanı sağına salır və təkbir edərək, Allah Akbar deyərək 7 dəfə daşlayır. Və hər daşı atanda da təkbir edir. Sonra elə ki qurtardı, Peyğəmbər sallallahu aleyhi ve sellem biraz qabağa keçib, biraz sağ tərəfdə uzun-uzadı dua edib Allah Taalaya. Həmin yerdə sünnədir ki, dayanıb dua edəsən və əllərini də qaldırasan.
Sonra keçəsən ikinci cəmaraya. Yəni ikinci şeytana, belə deyək, orta cəmaraya. Yenə də eyni şəkildə təkbir edərək, yəni Məkkəni solva salıb, Minanı sağa, üzü cəmaraya Allah Ekber deyib daşları atasan. Və şərt deyil daşı o divara vurasan, hər daşlarında. Əsas odur ki, daş orada görəcəksin, quyu kimi, o quyuya düşsün, o yerə düşsün. Çünki İbrahim Peyğəmbər, orada şeytan onun gözünə görünüb, o daşlayıb deyə, o sünnə kimi qalıb. Peyğəmbər sallallahu aleyhi ve sellem iqrar edib həcdə onu sünnə kimi saxlayıb. Və bəzi mütəqəddim kitablarda gəlir ki, dağın üstündən atmaq icazəli deyil. Çünki ora qaya kimi idi, onun üzərindən atmaq sayılmırdı. Lakin indi asanlaşdırılıb, yəni insanlar istəsə sağ tərəfdən, istəsə sol tərəfdən daş atsalar, onların daşlaması səhih sayılır. Və sonra elə ki, ikincini daşladı, qutardı. Biraz keçib qabaqda, solda dayanıb, yenə uzun uzadı dua edir. Sonra keçib üçüncü cəmaranı daşlayır eyni şəkildə. 7 daşla yenə Məkkəni soluna salır, Minanı sağına salır və hər daşı atanda da Allah Ekber deyir. Elə ki, daşı atdı, qurtardı, çıxıb gedir. Ondan sonra üçüncü daşlamadan sonra dua etmir. Üçüncü daşlamadan sonra dua etmir. Bu Zilhiccənin 11-ci gününün daşlamasıdır. Sonra Zilhiccənin 12-ci günü də eyni şəkildə. Yəni günəş zeniti keçəndən sonra, zenitdən qabaq yox. Zöhrdən sonra belə deyək, gedib daşını atır ta gecəyə kimi. Kimin üçün çətindirsə, qadınlar üçün, məsəl üçün, zəiflər üçün, onlar gecə də ata bilərlər. Və istəsə ikinci gün daşlayandan sonra artıq minadan çıxa bilər. Çünki Allah Teala icazə verib ki, deyir ki, Allahı sayı bəlli günlərdə zikr edin, kim tələsərək 2 gündə çıxarsa ona bir günah yoxdur. Kim 3-cü günə qalarsa ona bir günah yoxdur. Sonra deyir ki, limən ittəqa. Kim Allahdan qorxansa. Yəni bu onun üçün. 3-cü günə qalmaq daha əfsəldir. Həm təqvaya dəvət edir, həm Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəsidir. 12-ci gündə, 13-cü gündə daşladıqdan sonra artıq həccin əhkamlarını bitirir. 12-ci gün daşlayıb çıxmaq istəyən gəlib bu əhkam haqda ki, əgər çıxacaqsa gün batana kimi çıxmalıdır minadan. Yox, əgər gün batana kimi çıxmırsa artıq 13-cü günə qalmalıdır. Bu haqda əsərlər və səhabələrdən rəvayətlər sabitdir. Bu tərtibdir, hansı ki zikr etdik. Yəni 10-cu gün insan daşı atır, sonra qurbanını kəsir və ya dəvəsini kəsir, sonra başını qılxır, sonra ziyarət tavafi edir və səy edir. Amma kim bu tərtibi pozarsa 10-cu gün, ona bir günah yoxdur. Çünki həmin gün haqda Peyğəmbər sallallahu aleyhi ve sellemdən nə soruşuldusa, yəni gecikdirilən, tezləşdirilən bu əməllərdən, bu 4 əməldən deyirdi ki, lə haraca, lə harac. Eyb etməz, eyb etməz. Yəni qadağası yoxdur, qadağası yoxdur. Və icazəlidir üzürlü olan kəslərə o 2 günün daşını, Zilhiccənin 11-ni, Zilhiccənin 12-ci günün daşını cəm edib bir gündə atsın. Yəni Zilhiccənin 11-i atsın. Çünki gəlib İbn Abbasdan ki, Peyğəmbər s.ə.v icazə verdi, icazə aldı Peyğəmbər s.ə.v-dən İbn Abbas ki, gecə Minada gecələməsin, çünki su paylayırdı insanlara. Və həmçinin icazə verdi Peyğəmbər sallallahu aleyhi və səlləm, necə ki, Asib ibn Adi radiyallahu anh hədisində Peyğəmbər sallallahu aleyhi və səlləm dəvə otaranlara icazə verdi gecələməmək Minada və həmin günlərin daşını cəm edib bir gündə atsın. Yəni 10-cu gün daşını atsınlar, sonra 11-ci gün, 11-ci və 12-ci günün daşlarını atsınlar. Yəni üzür sahiblərinə icazəlidir. Və gəlib ki, sünnədən istəsə insan gecələr çıxıb Kəbəni tavaf edə bilər. Mina gecələr çıxıb Kəbəni tavaf edib qayıda bilər. Və lakin yaxşıdır ki, Mina gecələrinin əksər hissəsini Minada keçirsin. Ki, gecələmiş sayılsın. Və icazə verib Peyğəmbər s.ə.v çobanlara gecə atmağı. Yəni o daşlamanı gecə etməli. Həmçinin dedi ki, Kəbəyə düşə bilər. Eləcə də həmin günlərdə, yəni Mina günləri insan qorumalıdır namazlarını cəmaatla qırmaqdan. Həmçinin istəsə Xeyf adlanan məscid var. Gedə bilirsə o məsciddə, o daş atan yerə yaxın bir məsciddə, o məscidə gedib qıla bilər. Çünki Peyğəmbər s.ə.v ondan gələn hədis, rəvayət olunan hədisdə gəlir ki, ona deyilir ki, bu məsciddə Peyğəmbər s.ə.v daha doğrusu o məsciddə namaz qılıb və deyib ki, yəni bu məsciddə 70 Peyğəmbər namaz qılıb. 70 Peyğəmbər
namaz qılıb. Və elə ki, daşları atdı, qutardı 12-ci gün və ya 13-cü günə kim qalacaqsa, çıxır, Minadan çıxır, gəlir, qalır Məkkədə, ta gedənə kimi. Və həmin günlərdə çalışsın ki, yəni namazlarını cəmaatla qılsın, xüsusən də Kəbə evinə düşərək, çünki bilirik ki, orada qılınan namaz 100.000 namaza bərabərdir. Və ixtilaf var ki, haram ərazisinin hamısı 100.000-dir, yoxsa sırf Kəbəyə aiddir və alimlər deyirlər ki, haramın bütün ərazisi 100.000 savabdır. Lakin zəvvar gəlibsə fürsətdən istifadə etsin, xüsusən də həcdən sonra, həc günləri yəni düşə bilməsə də, sünnə odur ki, yəni olduğu yerdə namazları qılsın. Lakin həcdən sonra yaxşıdır ki, getsin Kəbəni tavaf edəsin, namazlarını orada qılsın, istəsə nafilə namazlarını, istəsə gecə namazları və istəsə fərz namazlarını və bəs edir ki, yəni çox tavaf etmək səbəbdir günahların silinməsinə. Çünki dedi ki, Peyğəmbər sallallahu aleyhi və səlləm nə deyirdi? Deyirdi ki, Yəmən küncü ilə qaradaş günahları silir. Kim bu evi tavaf eləsə, ayağını qaldırdığında və qoyduğunda Allah Taala ona savab yazır və ondan günah silir və onun dərəcəsini qaldırır. Və kim 7 dövrə vursa, bir qul azad etmiş kimidir. Yəni Kəbəni 7 dövrə vurub tavaf etsə, bir qul azad etmiş kimidir. Həmçinin deyirdi ki, ey Əbdümenaf, heç kimə mane olmayın. Yəni bu Kəbəni tavaf etmək, bu evi tavaf etmək istəyən heç kimə mane olmayın və orada hər hansı bir saatda namaz qılmaq istəyənə, yəni gecə və ya gündüz namaz qılmaq istəyənə mane olmayın. Və oturur ta ki, qaydana qədər. Nə vaxt ki, evə dönmək istəyəndə onun həccin əməllərini edəcəyi bir əməl qalır, o da vida tavafı. O da vida tavafı və vida tavafı son edilən əməldir. Ona görə İbn Abbas radiyallahu anh deyir ki, insanlar hər tərəfdən çıxıb gedirdilər, hər bir yoldan çıxıb gedirdilər. Lakin Peyğəmbər s.ə.v onlara dedi ki, heç kim axır əhdi Kəbəni tavaf etməmiş ayrılmasın. Yəni son əhdi məscidlə, Kəbə ilə vida tavafı olsun. Və elə ki, Peyğəmbər insan yəni ehtiyaclarını artıq Kəbədə yəni qurtarıb, bütün əməlləri edib və evinə qayıtmaq istəyirsə, vida tavafını etməlidir bu hədisə görə. İcazəlidir yalnız heyzli və nifaslı qadınlara etməsin. Baxmayaraq bundan əvvəl vacib idi onlara da. Onlar otururdular, gözləyirdilər. Ta təmizlərindən sonra vida tavafını edirdilər. Sonra çıxıb gedirdilər. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm icazə verdi. Heyzli və nifaslı qadınlar etmədən çıxıb getsin. Əgər ziyarət tavaflarını edibsə. Bu göstərir ki, həmin əməl vacibdir. Həmin əməl vacibdir. Əgər vacib olmasaydı, ruxsət verilməzdi. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin də əməli bu olub. Yəni Kəbəni vida tavafı edəndən sonra tərk edib. Beləcə də sünnədə gələn də budur. Və insan Məkkədən çıxıb getdiyində istəsə özü ilə zəmzəm suyu götürə bilər öz ölkəsinə, hansı ki mübarək sudur və Peyğəmbər s.ə.v özü götürürdü o sudan öz qablarında və ya tuluqlarda özü ilə aparırdı. O sudan xəstələrə verirdi ki, onlar şəfa tapsın. Əksinə Mədinədə olarkən icazə edəndən sonra göndərirdi Suheyl ibn Amra, o Hüdeybiyyə sülhündə hansı ki müqavilə bağlanandan sonra Suheyllə göndərirdi ona xəbər ki, deyirdi ki, bizə o mübarək sudan hədiyyə elə. Yəni bizi tərk eləmə. Və o da göndərirdi Peyğəmbər s.ə.və 2 qab və ya 2 tuluq su göndərirdi. Və insan da çıxdığında bacarırsa, yəni bu sudan götürmək özü ilə götürə bilər. Bu, yəni qısa həccin əhkamları idi, hansı ki toxunduq ona. Yəni çalışdıq ki, bu az bir vaxtda bacardıq qədər həccin bütün əhkamlarına toxunaq, qısa da olsa sünnədə nə varid olub ona işarə etdik. Allah Taala bizi müvəffəq etsin və kim edə bilməyibsə onları müvəffəq etsin həcc etməyə. Allah Taala bizə eşidib faydalardan etsin. Əqulu mə təsmə'un və əstəğfirullah li və ləkum və li səiril muslimin min kulli zəm fəstəğfirun ləhu ğafurur rahim.